Bilirsiniz, Ukrayna prezidenti rasional davranaraq son ana qədər ABŞ-la əlaqələri kəsməmək iqtidarındadır. Məlum məsələdir ki, ABŞ-ın dünyada gücü, qüdrəti, hadisələrə baxış bucağı birbaşa təsir edir. Lakin ABŞ administrasiyası Ukrayna xalqına, Ukrayna prezidentinə nəyisə diktə ilə deyə bilməz. Sizə məlumdur ki, 3 gün öncə Kiyevdə məlum hadisələrdən sonra Kiyevə 100-dən çox raket və dron atılmışdı və Cənubi Afrika Respublikasında səfərdə olan cənab Zelenski həmən səfərini yarımçıq buraxaraq Kiyevə döndü. Kiyevə dönəndən sonra hansı açıqlama verdi sizin dediyinizdən sonra? O dedi ki, Ukrayna torpaqları ilə bağlı yekun qərarı Ukrayna xalqı verəcək. Yəni o həm də bir məsuliyyətli bir insan kimi başa düşür ki, bu imzaya, bu addıma gedə bilməz. Çünki bu onun sonunu gətirə bilər. Trumpla bağlı Sevinç xanım, siz 3 il 3 aydır Ukrayna mövzularını hər zaman işıqlandırırsınız. Buna görə mən sizə öz dərin təşəkkürümü bildirirəm. Trump 100 gün, 99 gündür bu gündən hakimiyyətdədir. O qeyri-ciddi bir insan imici formalaşdırıb. ABŞ kimi genələyi olan, dövlətçilik statusu olan, institutları olan, ABŞ-ın hegemon, dünyaya bəşəri ideyalar təbliğ edən dövlətin başında təsəvvür edin ki, bazar psixologiyasında olan bir insan durur. O hadisə və proseslərə öz rakursuna yanaşır. Yəni, açıqca deyək, Trump administrasiyası Putinə və Putin administrasiyasına, Putin rejiminə süni nəfəslik vermiş oldu. Əgər bu süni nəfəslik Ukrayna torpaqlarını peşkəş etmək iqtidarındadırsa və bu nəticə ilə Ukrayna xalqı razılaşacaqsa, bunun heç bir adı ola bilməz. Çünki hal-hazırda meydanda Ukrayna xalqıdır, əziyyət çəkən Ukrayna xalqıdır, dağılan Ukrayna şəhərləridir. Aprel ayı həqiqətən də çox ağır keçdi. Sizə də məlumdur ki, aprelin 4-də Krivoryok, aprelin 13-də Sumi şəhəri və aprelin 24-də keçən gecə isə Kiyev şəhəri şiddətli atışlara məruz qaldı. Bunu ona görə deyirəm ki, Trump administrasiyası sanki Putinlə əlbir olub bu hadisələri alovlandıraraq, bu hadisələri etməklə Ukrayna cəmiyyətində bir narahatçılıq, Ukrayna cəmiyyətini sındırmaq əhval-ruhiyyəsini aşılamaq istəyir. Ki, yəni siz əgər razılığa getməsəz, bu cür addımlar olacaq. Bu cür addımlar da nədən ibarətdir? Son 3 terror aktında bir nəfər də olsun Ukraynalı hərbçinin burnu qanamayıb. Bu onun göstəricisidir ki, Ukraynanın dinc şəhərləri, mülki əhali, onlarla insanın ölməyi, yüzlərlə yaralının olmağı Trump administrasiyası üçün demək olar ki, maraqlı deyil. O, bu hadisələrdən sonra hansı bəyanatlar verirdi? Dayan Vladimir. Bəyən belə yanaşma tərzi olar. Yəni bu, o deməkdir ki, Ukrayna xalqı öz müqəddəratını özü həll eləməlidir. Lakin Ukrayna xalqının, Ukrayna dövlətinin Rusiya imperiyasına qarşı mübarizədə tək addım atacağı da, yəni mən indi sizə obyektivliyin şəklində demək istəyirəm ki, yəni kömək olmasa biz özümüzü aldatmayaq. Məhz Avropanın və ABŞ-ın köməyi sayəsində 3 il 3 ayda Ukrayna xalqı rəşadətlə mübarizə aparır. Bu kömək dayansa, gələcəkdə Avropa Birliyi bu köməkləri tələfi etmək iqtidarında olacaqmı? Ən çox suallardan biri də budur. Ona görə də düşünürəm ki, Zelenski hakimiyyəti rasional davranaraq sona qədər Trump hakimiyyəti ilə, Trump administrasiyası ilə əlaqələri kəsməyəcək. Son ana qədər əlaqələrdə maraqlı olacaq ki, çünki bilirsiniz, indi hal-hazırda cəbhədə hansı vəziyyət yaranıb? Mən sizə açıq demək istəyirəm, pat vəziyyəti yaranıb. Yəni Rusiya işğal etdiyi ərazilərdən kənara çıxa bilmir, Ukrayna müdafiə olunur. Ukrayna da həmin əraziləri işğal etmək iqtidarında deyil. Və yaxın gələcəkdə də təsəvvür edin ki, Ukraynanın 5də1 ərazisi, 110 mindən çox kvadrat kilometr ərazi işğal altındadır. Bu, Azərbaycanın quru ərazisindən böyük bir ərazidir. Yaxın müddətdə, indiki halda, proseslərin bu şəkildə davam edəcəyi halda Ukrayna ordusunun bu əraziləri işğal etmək iqtidarında olmaması hər kəsə məlumdur. Lakin Ukrayna ordusu da müdafiə olunaraq Rusiyanın növbəti əraziləri işğal etmək imkanına şərait yaratmır. Sizə məlum olsun ki, 4 vilayət və Krım yarımadası işğal olunub. 4 vilayətin Rusiya inzibati sərhədlərinə belə çıxa bilmir. Siz özünüz verilişlərdə hər zaman qeyd edirsiniz ki, kəndlər uğrunda mübarizə aparır. Həm də təsəvvür edin ki, bu müharibə, Rusiya-Ukrayna müharibəsi, ərazi müharibəsi deyil. Ukrayna xalqının ruhunu sındırmaq, mübarizə əzmini əzmək və dünyanın bölüşdürülməsi uğrunda gələcəkdə Ukraynanı tutmaqla postsovet məkanına sahib olmaq istəyir. Putin bütün çıxışlarında hər zaman qeyd edir ki, 20-ci əsrin ən böyük faciəsi Sovetlər Birliyinin dağılmasıdır. Bu o anlama gəlir ki, əgər Ukrayna əldən gedərsə, növbəti hədəf Pribaltika ölkələri ola bilər, baxmayaraq ki, NATO-nun üzvləridir, postsovet məkanın digər ölkələri olar və son olaraq onu da deyim ki, dünyanın bölüşdürülməsi uğrunda amansızca mübarizə getdiyi halda Trump sanki pası ötürüb
Putinlə növbəti addımlarını gözləyir.